Oksidlərin fiziki və kimyəvi xassələri. Əvvəla baxaq oksidlərin fiziki xassələrinə. Maddənin fiziki xassələri nələr idi? Maddənin fiziki xassələri onun rəngi, iyi, dadı, aqreqat halı, istilik, elektrik keçirmə qabiliyyəti və s. Yəni ona görə biz hər hansı bir maddənin və yaxud da elementin fiziki xassələri deyəndə bunları nəzərdə tuturuq. Məsələn, bəzi oksidlərin fiziki xassələrini burada qeyd etmişəm. Oksidlərdən karbon monoksid, karbon dioksid, kükürt dioksid, bunlar azot dioksid, NO2 bunlar qaz halında olan oksidlərdir. Daha sonra oksidlərdən, yəni söhbət turşu oksidlərindən gedir, daha doğrusu qeyri-metal oksidlərindən gedir. Niyə? Çünki metal oksidləri, metallar özü bərk olduğu üçün metalların oksidləri istisnasız hamısı bərk halda olurlar. Ona görə onlara baxmırıq. Amma qeyri-metal oksidləri hər 3 aqreqat halda olurlar. Necə ki, metallar qeyri-metallar keçəndə biz demişdik, metallar bir dərəcədən başqa hamısı bərk, amma qeyri-metallar hər 3 aqreqat halda olurlar. Burada da eyni qayda. Sonra qeyri-metal oksidlərindən kükürt trioksid, yəni SO3 maye haldadır bir dənə. Qalanları P2O5 ilə silisium O2 isə bərk halda olur. Gördüyünüz kimi burada bəzilərinin rənglərin və bəzi fiziki xassələri qeyd etmişəm. Deməli, bunlardan bir dənə NO2 yadda saxlayın ki, qonur rəngli qazdır və P2O5 ağ hiqroskopik maddədir, bərk haldadır. Hiqroskopik nədir? Yəni su uducudur. Su uduculuq xassəsi bu hiqroskopiklik tək P2O5-də yox, həmçinin SO3-də də mövcuddur. Bundan başqa, bu oksidlərin hər biri suda həll olur. Hamısı suda həll olur. Turşu oksidlərindən. Bir dənə silisium O2, kvars qumu suda həll olmur. Bundan başqa, bunlardan karbon monoksid bildiyiniz kimi dəm qazı zəhərli boğucu qazdır. Karbon qazı rəngsizdir. Daha sonra SO2 ilə NO2 də onlar da həmçinin kəskin iyli qaz halında oksidlərdir. Gərək əsas məsələyə oksidlərin kimyəvi xassələri. Maddənin kimyəvi xassəsi nə deməkdir? Yəni bir maddənin başqa maddə ilə qarşılıqlı təsirdə olması və yaxud da bir maddənin başqa bir maddəyə çevrilə bilməsi idi maddənin kimyəvi xassəsi. Ona görə biz oksidin kimyəvi xassəsi deyən kimi bu oksid nələrlə qarşılıqlı təsirdə olur, nə ilə reaksiya gedir və yaxud da özü başqa bir maddəyə çevrilirmi? Çevrilirsə hansı maddələrə çevrilir? Onları öyrənirik. Əvvəla yadda saxlayın. Bunu əvvəlində qeyd edeyim, ondan sonra yəni bir çox xassəni artıq özünüz aydınlaşdırasınız. Oksidlər ümumiyyətlə bu qeyri-üzvü birləşmələrin mühüm sinifləri var ha. Oksid əsas turşudur. Bunlar bir-biri ilə demişəm, əvvəldə dedim ki, qarşılıqlı təsirdə olurlar. Ki, məqsədləri onların nə idi? Duz əmələ gətirmək idi. Deməli, bu duzun əmələ gəlmə prosesində bu reaksiyada iştirak eləyən maddənin mütləq şəkildə birinin xassəsi əsası, birinin xassəsi turşu olmalıdır ki, onlar reaksiyaya girsin, duz əmələ gətirsinlər. Demək, bir reaksiyaya girən bu iki maddə, istər oksid, istər əsas, istər turşu olsun. Biri əsasi xassəli, o biri mütləq turşu xassəli olmalıdır ki, onlar sənə duz versinlər. İki əsasi xassəli maddə reaksiyaya girməz. İki turşu xassəli maddə reaksiyaya girməz. Bunu yadda saxlayaq. İndi keçək yollara, üsullara baxma, daha doğrusu bir-bir oksidlərin kimyəvi xassələrindən tanış olmağa. Gördüyünüz kimi hər birində başlıq qeyd etmişəm. Deməli, əvvəla baxırıq əsasi oksidlərə. Əsasi oksidlərdə bəziləri su ilə qarşılıqlı təsirdə olurlar. Ki, bu zaman suda həll olan əsas qələbə əmələ gətirirlər. Bunlar hansılardır? Bir də təkrar edirəm. Aktiv metalların oksidləri. Litiumun, natriumun, kaliumun, kalsiumun, bariumun və s. Bunların oksidləri gördüyünüz kimi su ilə qarşılıqlı təsirdə olduqda müvafiq əsas əmələ gətirirlər. Ki, bu əsaslar da biz suda həll olan əsaslardır. Bunlara qələbə deyirik. Amma digər metalların əsasları, oksidləri
Məsələn, sink oksid, alüminium oksid, maqnezium oksid, yəni o sadaladığım aktiv metallardan başqa. Qalanları suda həll olunur. Növbətim. Az öncə qeyd elədiyim söhbət. Dedim ki, əsasi xassəli maddə turşu xassəli maddə ilə qarşılıqlı təsirdə olur. Baxın, onda belə çıxır ki, əsasi oksidlər turşu oksidləri ilə qarşılıqlı təsirdə olurlar. Çünki birinin xassəsi əsasidir, birinin xassəsi turşudur ki, onlar qarşılıqlı təsirdə olub duz əmələ gətirə bilirlər. Məsələn, natrium oksid üstəgəl SO3 verir natrium SO4. Kalsium oksid üstəgəl CO2, kalsium karbon O3 verir. İndi gəlin nəyə başa salım sizə? Formulun çıxarılması. Məsələn, tutaq ki, bu reaksiya verilibdir. Əmələ gələn duzun formulunu necə çıxarırıq? Bir də qeyd edirəm, bu bölmənin hamısını keçdikdən sonra, yəni bütün bu qeyri-üzvü birləşmələrin, sinflərin hamısından tanış olduqdan sonra formulları özünüz avtomatik çıxaracaqsınız. Yəni onda köməyə ehtiyac qalmır. Baxın, məsələn, bu reaksiyanı çıxardaq görək əmələ gələn kalsium karbonatı, yəni belə deyim, əmələ gələn duzun formulunu mən necə yazım? Reaksiyaya girir əsasi oksidlə nə? CO2. CO2 hansı turşunun oksidi idi? Ki, parçalananda yadınızdadır, öncəki dərsdə dedim ki, parçalananda CO2-ni versin. Hansı turşu idi? Axı, bu özü turşu oksididir. Karbonun oksidləşmə dərəcəsi müsbət 4 olan turşu. Bu söhbət gedir H2 karbon O3-dən. Yəni, deməli, karbonat turşusunun oksididir bu CO2. İndi kalsiumdan karbonat turşusu hansı duzu verə bilər? Metal hissəni olduğu kimi yazırsınız bura. Kalsium. Daha sonra turşunun qalıq hissəsini yazırsınız metalın yanına. Hidrogeni niyə yazmırıq? Çünki duz əmələ gələn zaman metal turşunun içərisindəki hidrogenin yerinə keçir ki, o duz əmələ gətirir. Yəni, o alınan birləşmə duz olur. Burada kalsium özü 2 valentli metaldır. Karbon O3-ün yanında neçə dənə hidrogen var idi? 2 dənə. Bax, kalsium o 2 dənə hidrogenin yerinə keçdi orada. Ona görə CO3 özü bütöv 2 valentlidir. 2-lər ixtisar getdi. Əmələ gələn duzun formulu oldu kalsium karbon O3. Gəlin bu qayda ilə başqa bir dənə də duzun əmələ gəlməsinə baxaq. Məsələn, alüminium oksidi, alüminium 2O3, üstə gərək SO3. Əmələ gələn duzun formulunu çıxaraq. Metalı olduğu kimi yazıram yerinə alüminium. Sonra keçirəm SO3-ü təhlil edirəm. Görüm SO3 hansı turşunun oksidi idi? Kükürt SO3-dən neçə idi? Müsbət 6. Müsbət 6 kükürdün müsbət 6 göstərən turşusu hansı turşuydu? Bunu sağ tərəfdə qeyd edirəm. H2SO4 idi. Ki, kükürt burada müsbət 6-dır. Deməli, alüminium sulfat turşusundakı nəyin yerinə keçirdi? Elə fərz edirik ki, hidrogenin yerinə. SO4-də olduğu kimi yazırıq alüminiumun yanında. Qaldı formulunu çıxartmaq. Alüminium neçə valentli metaldır? 3 valentli. İndi qaldı SO4-ün valentliyini tapmağa. SO4-ün yanındakı 2 dənə hidrogenin yerinə keçib alüminiumda, düzdürmü? Elə bil metal o 2 hidrogenə vəz eləyibdir. Yəni SO4 birləşmə əmələ gətirmək üçün o 2 hidrogeni yanından çıxarıbdırsa, elə fərz edin ki, 2 qolu boşalıb. Yəni onda neçə valentlik göstərir SO4? 2. Çarpaz şəkildə indeksləri yazsaq, əmələ gələn duzun formulu olur alüminium 2, SO4 3 dəfə. Növbəti. Əsasi oksid əslində digər üsulla bənzərdir. Əsasi oksid turşularla qarşılıqlı təsirdə olur. Yəni duz və su əmələ gətirir. Necə ki, əsasi oksid turşu oksidi ilə qarşılıqlı təsirdə olduğu xassəsinə görə, elə turşuların özü ilə də qarşılıqlı təsirdə olur. Həmən söhbətdir. Maqnezium oksid, əsasi oksid, üstəgəl turşu, verdi nə? Duz, üstəgəl su. Formulun çıxarılmasını yəqin ki, artıq bildiniz. Baxın, görürsünüz, metal keçdi, maqnezium keçdi, turşunun tərkibindəki hidrogenin yerinə və əmələ gətirdi duzu
Plus da ki, oksidin içərisindəki oksigenlə turşunun içərisindəki hidrogen birləşib su əmələ gətirir. Növbəti daha doğrusu xassə, artıq turşu oksidlərinin xassəsindən danışaq. Turşu oksidləri, belə deyim, xassəcə turşu xassəlidir də, düzdürmü? Əvvəla baxaq görək turşu oksidləri su ilə qarşılıqlı təsirdə olurmu? Olursa nə əmələ gətirir? Turşu oksidləri su ilə qarşılıqlı təsirdə olduqda müvafiq turşunu əmələ gətirir. Artıq biz buna aid reaksiya yazmışıq. Məsələn, SO3 su ilə qarşılıqlı təsirdə olduqda sizcə hansı turşunu əmələ gətirər? Kükürdün müsbət 6 göstərdiyi turşusu, yəni sulfat turşusunu əmələ gətirir. Və yaxud da CO2 su ilə qarşılıqlı təsirdə olduqda yenə karbonun müsbət 4 göstərdiyi turşusunu əmələ gətirir, karbonat turşusu. Bütün turşu oksidlərin hamısından bu reaksiyanı biz yaza bilərik. Sadəcə olaraq turşu oksidlərinin su ilə qarşılıqlı təsirinə bizim bir neçə istisna reaksiyalarımız var. Daha doğrusu istisna turşu oksidlərimiz var ki, su ilə fərqli reaksiyaya girirlər. Məsələn, P2O5 su ilə gördüyünüz kimi 3 cür reaksiyaya girir. Və bu reaksiyalar temperaturdan asılı olaraq, bu reaksiyalarda temperaturdan asılı olaraq 3 müxtəlif turşu əmələ gəlir. Onu da qeyd edeyim ki, siz düşünməmişdən qabaq mən deyim. Fosforun oksidləşmə dərəcəsi burada müsbət 5-dir. Əmələ gələn şəraitdən asılı olaraq necə 3 müxtəlif turşu əmələ gəlsə də, onların hər birində fosforun oksidləşmə dərəcəsi müsbət 5-dir. Daha sonra turşu oksidlərindən NO2 su ilə yenə deyirəm şəraitdən asılı olaraq 3 cür reaksiyaya girir. NO2 su ilə adi şəraitdə reaksiyaya girdikdə nitrat və nitrit turşusunu əmələ gətirir. NO2 su ilə qızdırıldıqda reaksiyaya girdikdə nitrat turşusu və NO əmələ gətirir. Yox, əgər NO2-nin su ilə qarşılıqlı təsirində oksigenlə də təsir etsə, bu zaman yalnız nitrat turşusu əmələ gəlir. Niyə NO2 su ilə 2 cür turşu verir? Onu da qeyd edeyim ki, əgər NO2 su ilə 2 cür turşu verirsə, onda metal oksidi ilə, axı dediyim metal oksidi ilə turşu oksidi qarşılıqlı təsirdə olur, duz verir. Onda metal oksidi ilə 2 cür duz verə bilər. Bu turşunun hər ikisinin ayrı-ayrı duzunu verə bilər. Bunun səbəbi nədir? NO2 yeganə turşu oksididir ki, yeganə qarışıq turşu oksididir. NO2-nin tərkibində həm N2O5 var, həm də N2O3 var. Yəni azotun həm müsbət 5 göstərən oksidi var, həm müsbət 3 göstərən oksidi var. Ona görə də NO2 su ilə qarşılıqlı təsirdə olanda azotun müsbət 5 göstərən turşusu nitrat və müsbət 3 göstərən turşusu nitrit turşusu əmələ gəlir. Və son istisnamız yeganə turşu oksidi silisium O2-dir ki, su ilə qarşılıqlı təsirdə olmur. Turşu oksidləri əsaslarla qarşılıqlı təsirdə olub, suda həll olan əsaslarla, qələvlərlə qarşılıqlı təsirdə olub, duz və su əmələ gətirir. Xassə həmən xassədir, biri turşu xassəlidir, biri əsasi xassəlidir, ona görə onlar reaksiyaya gedib, duz və su əmələ gətirə bilirlər. Reaksiya yuxarıdakı reaksiyalarla oxşar qaydada gedir. SO3 sulfat turşusunun oksididir. Natrium OH ilə qarşılıqlı təsirdə olur. Sulfat turşusunun natrium duzun və su əmələ gətirə bilir. İndi gələk əsas məsələ amfoter oksidə. Baxın, amfoter oksidlər mən qeyd etdim ki, ikili xassəlidirlər. Yəni, özün həm amfoter metal necə idi? Özün həm qeyri-metal kimi, həm metal kimi demişdik. Elə fərzini ki, apara bilir də, düzdür? Onda amfoter oksiddə metallara xas əsasi xassəni də göstərə bilir. Qeyri-metallara xas turşu xassəni də göstərə bilir. Onda bu amfoter oksidlərin ikili xassəsi olduğuna görə, yəni özün həm əsas, həm turşu kimi apardığına görə, özün əsas kimi aparanda turşu xassəli maddələrlə qarşılıqlı təsirdə olur, yəni. Amma özün turşu kimi aparanda əsasi xassəli maddələrlə, yəni əsaslarla qarşılıqlı təsirdə olub, duz və su əmələ gətirir. Sadəcə bu reaksiyalarda fərq nədir? Məsələn, amfoter oksid, sink oksidi yazmışam.
Sink oksid həm sulfat turşusu ilə görürsünüzmü, həm turşu xassəli maddə ilə, həm əsasi xassəli maddə ilə qarşılıqlı təsirdə olur. Turşu xassəli maddə ilə qarşılıqlı təsirdə olanda özünü aparır əsas kimi. Yəni duzun hansı hissəsini təşkil eləyir? Əsas metal hissəsini. Yox, əsaslarla qarşılıqlı təsirdə olanda əgər reaksiya gedirsə, onda demək bu turşu xassəsini göstərir burada. Bu reaksiyada əsasi xassəni göstərən nədir? Natrium. Ona görə duzun metal hissəsini, əsasi hissəsini natrium, turşu qalığı hissəsini sink təşkil eləyir. Niyə? Çünki orada özünü turşu kimi aparıb ona görə. Son olaraq qarışıq oksidlər. Biz dedik ki, qarışıq oksid bir elementin iki müxtəlif oksidinin qarışığıdır. Məsələn, dəmir 3O4. Aşağıda qeyd edirəm. Dəmir 3O4-ü mən öncəki dərsdə demişdim. Hansı oksidlərin qarışığı idi? Həm dəmirin 2 valentli oksidinin, həm də dəmirin 3 valentli oksidinin qarışığı idi. Ona görə də qarışıq oksidlər turşularla qarşılıqlı təsirdə olanda bu elementi, məsələn, dəmirin, axı bu tərkibində dəmirin hər iki valentliyi göstərən oksidi var. Ona görə dəmirin həm 2 valentli duzu, həm 3 valentli duzu alınır, həm də oksigenlə hidrogenlər birləşib su əmələ gətirirlər. Son olaraq qeyd etmək istəyirəm ki, ümumi oksidlər mövzusunu yekunlaşdırıram və burada bir-iki dənə yadda saxlamalı detallar var. Onu sizə təkrar üstündən keçim. Hardasa rastınıza çıxanda yenə çaşbaş qalmayaq. Əvvəla, baxın, CO-nu biz harda keçdik? Dedik ki, CO duz əmələ gətirməyən oksiddir. CO özü duz əmələ gətirməyən oksid olsa da, yeganə istisna bir dənə reaksiyası var ki, natrium OH-la qarışqa turşusunun natrium duzunu əmələ gətirir. Bu istisnadır. Sonra bunu da mən oksidlərin təsnifatı bölməsində izahını vermişdim. Bir də təkrar izah edirəm. Elə metallarımız var ki, dəyişkən valentli metallardan söhbət gedir. Onlar valentliyinə uyğun oksidlər əmələ gətirə bilirlər. Məsələn, xrom həm 2, həm 3, həm 6 valentlik göstərdiyinə görə xrom 2, xrom 3, xrom 6 oksid, manqan 2, manqan 3, manqan 4, manqan 7 oksid, dəmir 2, dəmir 3 oksid əmələ gətirirlər. Və bu oksidlərin hər biri xassəcə bir-birindən fərqlidir. Məsələn, xromun 2 valentli oksidi əsasi, 3 valentli oksidi amfoter, 4 valentli oksidi turşu oksididir. Bunun da səbəbi nə idi? Əgər xrom və yaxud da manqan və yaxud da dəmir oksidində 2 valentlik göstərirsə, yəni aşağı valentlik göstərirsə, 2 valentlik hansı qrupu təmsil eləyirdi bizdə dövri sistemdə? İkinci qrup. İkinci qrupda əsasi qüvvətli metalların qrupu idi. Qüvvətli metal da hansı xassəni göstərir? Əsasi. Ona görə bu metallar bu oksidlərin tərkibində özünü əsas kimi aparırlar. Yəni əsasi xassə göstərir. Xrom 3, manqan 3, manqan 4 və dəmir 3 oksiddə valentliklər göstərdikləri valentlik 3 və 4 olduğuna görə, yəni aralıqda yerləşən valentlik göstərdiyinə görə, aralıqda yerləşən xassəmiz nə idi? Amfoter. Amfoter xassə göstərirlər, yəni bu oksidlər amfoter oksidlərdir. Və son olaraq xrom 6, xrom 7, manqan 7 oksid 6 və 7, 6-cı, 7-ci qrupu, yəni qeyri-metalları təmsil elədiyinə görə, o qeyri-metallarda turşu xassəli olduğuna görə, onda bu oksidlər turşu oksidləridir.